Biz hayatımızın her bir sahasında Allah'ın razılığını üstün tutmalıyıq. Her bir məsələdə biz düşünməliyik ki, Allah bu işə necə baxır? Allah mənim bu gördüyüm işdən razıdır ya yox. Biz həmişə insanları fikirləşir. Deyir ya, filan işi mən görsəm cəmaat mənə nə deyər? Cəmaat mənə nə deyər? Bu cəmaat mənə nə deyər? Bizi məhv eləyib. Bütün məsələlərdə. Mən filan işi görsəm cəmaat mənə nə deyər? Bu cür olmamalıdır. Biz Allah'ın razılığını fikirləşməliyik. Mən filan kəs haram bir məclis eləyib, haram bir toy eləyir. Dəvət eləyir, mən ora getməsəm necə olar? Mən ondan üzbəyüz gələndə. Bəs Allah sənə nə deyər? Biz hər bir məsələmizdə, əgər hər bir gördüyümüz işi İmam Zaman ağa ilə müqayisə eləsək, biz düzələrik, biz islah olarıq. Hər bir işi görəndə sən fikirləş ki, İmam Zaman ağa bu işi görərdi. Görməzdisə sən də görmə. İmam Zaman ağanı o məclisə dəvət eləsəydilər, o ora gələrdi. Əgər gələrdisə sən də get. Gəlməzdisə getmə. Yəni hər bir işimizi biz bu cür müqayisə eləsək İmam Zaman ağanın əməli ilə, demirəm onun kimi ola bilmərik, amma onlara bənzəyə bilərik ən azından. Biz gərək onların, əgər bizə şiə deyirlərsə, yəni gərək biz onların ayağının izi ilə gedək, onlara layiqli davamçı olaq inşallah. Allah bu ağalarımızdan dərs almağı bizlərə nəsib eləsin. Onların bu dünyada ziyarətindən, axirətdə şəfaətinə bizləri bir nəsib eləməsin.